Belə Azərbaycanın Müdafiə Naziri ilə ekskluziv müsahibəmiz də dövlətimizin nəzərəsi barədə idi. Nəzərə alsaq ki, söhbət Qafqazın ən güclü ordusunu Müdafiə Nazirinin verdiyi ekskluziv müsahibədən gedir. Deməli, ona bütün Qafqaz baxacaqdır, xüsusilə Ermənistan. Yeri gəlmişkən, dünən ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən 23-cü yay sesiyasında ermənilər Bakının Qarabağlı birbaşa danışıqlar aparmalı olduğunu iddia ediblər. Əslində, onlar bununla Ermənistanın heç bir səlahiyyətinin olmadığını, hətta Qarabağın özündə belə hər hansı söz sahibi olmadıqlarını etiraf ediblər. Amma məsələ burasındadır ki, Azərbaycan da bunu çox yaxşı başa düşür və elə buna görə də danışıqları Ermənistan özü ilə yox, onun yiyələri, xazinləri ilə aparır. Nəsə, mətləbdən uzaqlaşmayaq. Müdafiə Naziri Zakir Həsənov bu posta verdiyi ilk müsahibədə mənə səmimi təsir bağışladı. Heç bir sualın qabağından qaçmadı. Müsahibədən sonra cəmi bir sözü dəyişməyin məsləhət olub-olmadığını soruşdu. Təcrübə necəksiniz? Söhbət hər hansı hərbi sirdən və ya dövlət sirrindən yox, ayaqlı ifadəsini işlətdiyim sualdan gedirdi. Biraz biədəb çıxır dedi. Bəlkə dəyişəsiz? Onu da ki, dəyişmədik. Çünki biz bu lənətə gəlmiş ayaq yolu təmizləmək məsələsini dünyanın az qala hər bir ordusunda, əskərlərin həyatında həmişə hansısa biraz iz qoymuş bəla kimi tanıyırıq. Və Sovet hərbi xidmətinin əsaslarından birini təşkil etmiş bu yazılmamış qanunu aradan götürməsi balaca iş deyil. Zakir müəllim bütün suallarımıza inamla cavab verdi. Müsahibəyə bütünlüklə iyunun 25-də baxmısınız. İndi sizə təqdim etdiyim çıxarışlar isə hesabatın formatına daha uyğun olanlarıdır. Azərbaycan ordusunun xətti hansı istiqamətədir? Biz NATO'ya uyğunlaşırıq, yoxsa Rusiya silahlı qüvvələrinə? Təbii ki, biz bu bölgədə yaşayaraq bütün qonşu dövlətlərlə gərək öz münasibətimizi quraq, əlaqələrimizi quraq. Əgər Rusiyadan söhbət gedirsə, Rusiya Federasiyasından söhbət gedirsə, bizim yaxşı əlaqələrimiz var. Bunların inkişaf etdiririk. Bizim həm hərbi təhsil, hərbi texniki əməkdaşlığımız var. Ümumiyyətlə təcrübə mübadiləsi var. İkinci tərəfdən təbii ki, bizim ordunun inkişafında biz NATO'nun təcrübəsindən geniş istifadə edirik. Və buna bizə imkan yaradır ki, bizim müasir təcrübədən istifadə edərək ordumuzda tətbiq edilir. Bizim təhsil sistemimiz sənədlənmiş işlənir NATO standartları ilə. Ancaq bir çətinliyimiz də var. Çətinlik ondan ibarətdir ki, NATO dövlətləri bizə silah satmırlar. Ona görə biz tam şəkildə bu standartlara keçmək üçün təbii ki, NATO silahı əldə etməliyik. Ancaq dünyada ikili standartların olması burada da bir üzə göstərir. Ona görə ki, ermənilər Azərbaycanı təcavüz ediblər, 20% torpaqlarını işğal ediblər, ancaq Azərbaycanın NATO silahı satılmır. Ermənistan bəzən Azərbaycanın neft kəmərlərini təhdid edən bəyanatlarla çıxış edir. Bizim neft yataqlarımızı vurmaqla bağlı çıxış edir. Necə qorunur bu obyektlər? Bizim neft kəmərinə heç bir təhlükə yoxdur. Mən bunu sizə deyirəm və xüsusilə də bu məsələni biz digər dövlətlərlə də müzakirə etmişik. Türkiyə ilə, Gürcüstanla və bu yaxınlarda bizim yenə də üç tərəfli görüşümüz olacaq və yenə də bu məsələni biz bir dəfə müzakirə edəcəyik. Bir iki sualım var. Bu artıq daxili düşmənlə mübarizə ilə bağlıdır. Daxili düşmən deyəndə mən birinci növbədə korrupsiya nəzərdə tuturam, rüşvətlə mübarizə nəzərdə tuturam. Bilirəm ki, çox amansız mübarizə başladınız. Nəticələr barədə demək olar bugün. Azərbaycan ordusunda korrupsiyanın birini sındırmaq mümkün oldu mu? Yoxsa elə biraz çəkəcək bu? Kimin əskərin payında, dövlətin malında gözü varsa onlara qarşı ciddi mübarizə aparılır, gələcəkdə də aparılacaq. Rütbəsinə, vəzifəsinə baxmayaraq onlara qarşı qanunun bütün qüvvəsi ilə tədbirlər görüləcək. Bugün ordudakı nizam-intizamına qanisizmi, vəziyyətdən razısınızmı? Bu istiqamətdə biz hansı işləri planlaşdırırıq? Fərdi tərbiyədən tutmuş, hərbi kollektivin formalaşması, hərbi qulluqçuların hərbiyə aid olmayan təsərrüfat işlərdən ayrılması, hərbi qulluqçular arasında qarşılıqlı hörmət, qarşılıqlı nizamlamaya aid hərəkətlər. Biz hərbi prokurorluqla birgə planımız var. Onlar hərbi hissələrə gedirlər və hərbi hissələrdə tədbirlər keçirdirlər. Qanunları izah edirlər hərbi qulluqçulara. Mənim göstərişimlə intizam pozuntususa, cinayət törədən hərbi qulluqçular birbaşa hərbi hissədə məhkum olmalıdır və nizam-intizama pozuntususa meyilli hərbi qulluqçular bu məhkəmədə iştirak etməlidir. Yeri gəlmişkən, dediniz ki, təsərrüfat işləri ilə məşğul olmaqlar yığışdırılır. Biz belə başa düşməliyik ki, bundan sonra əskər ayaq yolu təmizləyəməyəcək, yemək bişirməyəcək, kifayət qədər bağlı dövlətik. Yəni, bizim artıq bunları öz gücümüzlə imkanımız var, əskər qoy dövləti qorusun, vətəni qorusun. Tamamilə düzdür. Möhtərəm cənab prezidentin tapşırığı ilə biz bu istiqamətdə işlər həyata keçiririk. Artıq mən deyim ki, bizim ştat vahidimiz də var bu işlərə mülki adamları götürmək və biz mərhələ-mərhələ bu əskərlərimizi və zabitlərimizi təsərrüfat işlərdən ayıracaq.
birbaşa ancaq döyüş hazırlığı ilə bunlar məşğul olacaq. Bir sıra çağırışçıları ordudan geri göndərirlər ki, problemləri var, tibbi komissiyaların yenidən yoxlanmasına ehtiyac var. Hətta adamları zorla geri qaytarırlar ki, bizə belə əskər lazım deyil. Bilirsiniz, mən burada ətraflı bir məlumat vermək istəyirəm. İlk növbədə mən bu problemlə əlaqədə heç kim günahlandırmaq istəmirəm. Niyə? Özüm bu sistemlə tanışam, özüm vaxtilə bu sistemdə də çalışmışam. İlk növbədə qeyd etmək istəyirəm ki, bilirsiniz, hansısa çağırışçını tam şəkildə müayinədən keçirtmək üçün buna imkan lazımdır. Təəssüflər olsun ki, bəzi bizim rayonlarda bu sayda bütün mütəxəssislər, bütün həkimlər yoxdur. Ona görə də tam şəkildə, mən demirəm hamısında, bəzi rayonlarda tam şəkildə çağırışçını tibbi müayinədən keçirmək mümkün deyil. Ona görə bu baxımdan da mən heç kimi günahlandırmıram, ancaq bir müdafiə naziri kimi göstəriş vermişəm. Həm çağırışçıların, həm də biz belə deyək, bir qrup yaratmışıq. Bizim səhrə tip məntəqələrimiz var. Artıq 30-dan çox bizim belə tip avadanlığına təcil olmuş maşınlarımız var. Onlar daimi hərbi hissələrdə olurlar. Daimi əskərləri tibbi müayinədən keçirdilər və biz çalışırıq ki, əgər hansısa xəstəliyi var, ilk növbədən biz onu özümüz bilək və vaxtında qarşısını alaq. Amma bu günlərdə mən oxudum, yəni yenə də Azərbaycan əskərlərindən hansısa ehtiyatsızlıq ucbatından, yoxsa necəsə kiməsə güllə atıb, öz əskər yoldaşını desən həlak eləyib, qətlə getirib, nəsə belə bir şeylər olur. Bir kontekstdə bunu baxmaq olmaz. Biz dünya orduları da izləyirik, vəziyyət necədir, onların statistikasına baxırıq. Dünyada bəşəriyyətdə gedən proseslərə baxırıq. Təbii ki, ekologiyadan tutmuş bütün məsələlər insanın psixologiyasına təsirini göstərir. Biz hətta mütəxəssisləri bu işə cəlb edirik. Ona görə ki, həm psixoloji baxımdan, həm dini baxımdan biz bu məsələləri müzakirə edirik aparıcı mütəxəssislərlə, hörmətli şeyximizlə danışmışdıq və sağ olsun o da bizə yardımcı oldu. İndi mütəxəssislər hərbi hissələrə ziyarət edirlər, bizim əsgərlərin qarşısında çıxış edirlər.